Müxtəlif insanlara müxtəlif şeylər lazım. Bir də pul idarə olmasına gəlirik də. Baxın, mən sizə öz ailəmin nümunəsini verirəm. Və bir də digər bir tanışları var, onların ailəsinin nümunəsini verin. Həmin orada ata-ana hardasa ortalama 750 manat pul qazanırdılar. Yəni ki, bu Azərbaycan üçün median əmək haqqıdır. Və 2 dənə qızları vardı. Bu 2 dənə qız indi New Yorkda oxuyur. Hər ikisi dövlət hesabına ora daxil olublar. Mənim uşaqlarım, mən hər il, hər 3 uşağı 100 min manat pul xərcləyirəm. Onların özəl məktəblərinə, yeməklərinə, müəllimlərinə. Heç biri nə dövlət hesabına, nə öz başına heç bir universitetə daxil ola bilməyibdir. Yəni ki, pulun uşağın böyüdülməsində heç bir əhəmiyyəti yoxdur. Burada 1500 manatlıq büdcə ilə bütün ailə büdcəsi, bura yemək falan da daxildir, aylıq. Burada da mənim nə qədər düşürdü? 25 min manatlıq büdcə ilə də 100 yox, 10-19 min manatlıq büdcə ilə təkcə təhsil büdcəsi ilə heç nəyə nail ola bilməmişəm. Uşaqlar o vaxtları yaxşı böyür, nə vaxt ki, valideynlər onlarla məşğul olur. Yəni ki, bunu bilmənalı şəkildə hamı bilməlidir. Heç bir pulla siz uşağınızı uğurlu böyüdə bilməyəcəksiniz. Yalnız öz zəhmətinizlə siz uşaqları böyüdə biləcəksiniz. Bu iqtisadi qanunlara uyğun gəlmir. Çünki iqtisadiyyat deyir ki, sən daha yaxşı müəllim tuta bilərsən ona, işləmir. 3 dənə uşağım üzərində yoxlamışam.